Prezident İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Soltanlı kəndində Azərenerji Açıq Səhmdar Cəmiyyətinin 330 kilovoltluq şəfəq yarımstansiyasının açılışında iştirak edib. Azərenerji Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi. Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş elektrik stansiyası və ən böyük birbaşa xarici investisiya layihəsi olaraq BP şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavatlıq şəfəq günəş elektrik stansiyasının enerji sistemə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən iri həcmli işlər həyata keçirilib. Bu çərçivədə Azərenerji tərəfindən Cəbrayılda 330 kilovoltluq rəqəmsal yarımstansiya tikilib və bu yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün Cəbrayıl enerji qovşağına 7,5 kilometr uzunluğunda 330 kilovoltluq iki dövrəli yüksək gərginlikli ötürmə xətti çəkilib. Bu infrastruktur yaşlı enerjinin ölkə üzrə hərəkətini təmin edən strateji bir körpüdür. Yarımstansiya müasir rəqəmsal sistemlər, açıq və qapalı, həmçinin idarəetmə qurğuları, rəqəmsal idarəetmə mərkəzi ilə təchiz edilib. Mərkəzdə məsafədən idarəetməni təmin edən mikro SCADA dispetcher sistemi qurulub. Mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Yarımstansiyada çalışan işçi heyət əsasən yeni məskunlaşmış yerli əhali arasından seçilib və onlar müvafiq təlimlərdən sonra işə cəlb ediliblər. Qeyd edək ki, Azərbaycan Prezidentinin böyük qayıdış strategiyasına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə Azərenerji tərəfindən tikilən bütün enerji obyektlərində yerli kadrların işlə təmin olunmasına xüsusi önəm verilir. Şəfəq Günəş Elektrik Stansiyasının enerji sistemi inteqrasiyası üçün həyata keçirilən layihənin əsas məqsədi dövlət və özəl sektor əməkdaşlığını gücləndirmək, karbon emissiyalarını azaltmaq, təbii qaza qənaət etmək, yaşıl enerjinin payını artırmaq və enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdir. Bu iri həcmli yaşlı enerjinin ötürülməsi layihəsi paralel şəkildə davam etdirilib. Belə ki, Səngəçal terminalının yaşlı enerji ilə təchizatı məqsədi ilə yeni 220 kilovoltluq yarımstansiya tikilib və işlər artıq yekunlaşıb. Bu yenilik nəticəsində terminalda qazla işləyən elektrik stansiyası dayandırılacaq və Cəbrayılda günəşdən əldə olunan enerji ümumi enerji sistemə oradan isə balanslaşdırılmış şəkildə həm də Səngəçal terminalına yönləndiriləcək. Səngəçal terminalında təbii qazla işləyən 140 meqavat gücündə modul tipli elektrik stansiyasının fəaliyyəti dayandırılmaqla terminalın illik tələbatının 500 milyon kilovat saatının bərpa olunan enerji hesabına qarşılanması ilə illik 120-150 milyon kubmetrdən artıq təbii qaza qənaət ediləcək. Bu da BP şirkətinin Xəzər regionunda əməliyyat tullantılarının karbon dioksid emissiyasının illik 260-330 min ton azaldılmasına töhfə verəcək. Dövlətimizin başçısına son dövrlərdə yaşlı enerji ilə ənənəvi enerjinin paralel inkişafı barədə də məlumat verildi. Bildirildi ki, enerji sisteminin rəqəmsal əsasda modernləşdirilməsi konkret nəticələr verməyə başlayıb. Bu dinamika xüsusilə bol sulu, günəşli və küləkli günlərin səmərəli olduğu aprel və may aylarında daha aydın hiss edilib. Belə ki, müxtəlif günlərin müəyyən saatlarında ölkə üzrə elektrik enerjisi istehlakının 36-41% məhz yaşlı enerji hesabına təmin olunub. Məsələn, aprelin 20-sində ümumilikdə 64,4 milyon kilovat saat elektrik enerjisi istehsal edilib ki, bunun da 36,5% bərpa olunan mənbələrin payına düşüb. Həmin enerjinin 15,9 milyon kilovat saatı isə işğaldan azad edilmiş ərazilərdə daxil olmaqla su elektrik stansiyalarında, 7,6 milyon kilovat saatı isə günəş və külək stansiyalarında istehsal olunub. İcra edilmiş tədbirlər hesabına enerji sistemdə bəzi saatlarda yaşlı enerjinin payı 41%-ə çatır.